Tərkibində 2 qrammatik şəkilçinin işləndiyi sözləri müəyyən etməliyik. A variantı istəmirdi. Baxın, inkar şəkilçisi indiki zaman deməli, indiki zaman şəkilçisindən əvvəl gələndə bilirik ki, A saitini itirir. Ümumiyyətlə, indiki zaman şəkilçisi ilə işlənəndə. Yəni, burada gördüyümüz kimi 3 qrammatik şəkilçisi var. Ümumiyyətlə, A variantını çıxırıq. Digərlərinə də baxaq. Oxu, ur, indiki zamandır, idi hissəciyi. Burada 2 qrammatik şəkilçisi var. Ümumiyyətlə, bu olmadığına görə uyğun gəlmir. Bərk, bərki, bərkit, ir. Burada isə yoxdur. A variantı getdi. Fəhlələrdən, fəhlələrdən 2 qrammatik şəkilçisi. Yaz, ır, dı-q. Yəni, dı ümumiyyətlə sözün sonunda hər zaman dı-q variantında çıxış edir. Görmədi, görmədi. 2, amma burada 3 olduğuna görə deməli B variantını çıxıram. Düşünmüşük, düşün, düşünmüşük. 2, elələri. Yəni, cəm və mənsubiyyət, onun elələri, öz elələri. Sarayında, sarayında. Sənin sarayın mənsubiyyət da deməli, yerli kar şəkilçisi. Burada da deməli 2 qrammatik şəkilçisi. Bəli, düzgün cavabımız olacaq C variantı. Çoxdandır, çoxdan leksik şəkilçisi, zərf düzəldən leksik. Dır xəbərlik, deməli 1 qrammatikdir, bu ümumiyyətlə çıxacaq. Həyətdəki, həyətdəki sifət düzəldən leksik şəkilçisi, lərdə cəm şəkilçisi 1 qrammatik şəkilçisidir. Oxumadan, oxumadan 1 qrammatik şəkilçisidir. Ona görə də D variantında çıxırıq. Deməli, oğlunuz, oğulunuz 1 qrammatik şəkilçisi. Göndərir 1 qrammatik şəkilçisi. Boş dursa 2 qrammatik şəkilçisi. Ona görə də deməli, G variantını da götürə bilmərik. Düzgün cavabımız olacaq C variantı. Hansı sıradakı söz birləşmələrinin birinci tərəfi təyin rolunda işlənə bilməz? Söz birləşməsinin təyin rolunda işlənə bilməməsi üçün bu ya ikinci növ təyini söz birləşməsi olmalıdır, ya üçüncü növ təyini söz birləşməsi olmalıdır. A variantı. Bu qoca, bu meydan. Hansı meydan, hansı qoca? Bu çıxış etdi. Aylı gecə, sərin külək. Hansı gecə, hansı külək? Gördüyümüz kimi, hansı ona cavab verən söz təyindir. Müdiri rəhbərimiz, əkilmiş tarla, necə rəhbərimiz, necə tarla, yəni necə nəzər hansı ona cavab verir. D variantını saxlayıram. İçməli sular, necə sular, baxılacaq yerlər, necə yerlər. Necə nəzər hansı ona cavab verirsə birinci sözümüz artıq o təyin vəzifəsində çıxış etmiş hesab olunur. İnsan duyğularında dil tarixçəsi. Gördüyümüz kimi bunların hər biri ikinci növ təyinli söz birləşməsidir və ikinci növ təyinli söz birləşməsində birinci tərəfi ümumiyyətlə tərəflərinə görə parçalaya bilmədiyimizə görə bunlar digər cümlə üzvü vəzifəsində çıxış edə bilməzlər. Yəni, birləşmə formasında hər hansı bir cümlə üzvü vəzifəsində çıxış edə bilərlər. Ona görə də düzgün cavabımız olacaq D variantı. 18-ci sualın izahına baxaq. Hansı variantda yalnız sintaktik, baxın, məhdudlaşdırır, sintaktik üsulla əmələ gəlmiş azaltma dərəcəli sifətlər verilib. Deməli, baxaq. Sov, sov, vəssalam. Bunlar sintaktik deyil, morfoloji üsuldur. Bunu çıxırıq. Şın, bu da morfoloji üsuldur. Daha sonra, bunlar isə çoxaltma dərəcəli sifətlərdir. Ona görə bu variantını çıxıram. Bozumtul, göyümtül, bunların hər biri bilir ki, şəkilçilər artırmaqla biz morfoloji üsulla hər hansı bir dərəcə yaradırıq. Azaltma dərəcəsidir. Ona görə də Y variantını çıxırıq. Açıq qırmızı, deməli, açıq sözünü artırmaqla biz sintaktik üsulla azaltma dərəcəli sifət yaradırıq. Təhər sözünü artırmaqla, kəm sözünü artırmaqla, deməli, kəm hissələrini artırmaqla biz azaltma dərəcəli və sintaktik üsulla yaranmış sifətlər yaradırıq. Deməli, burada bir şey var ki, yalnız sintaktik üsulla əmələ gəlmiş dediyinə görə digər variantları götürə bilmirik. Düzgün cavabımız olur A variantı. 19-cu sual. Əlbəttə, Xarı bülbülün vətəni Qarabağdır cümləsində hansı cümlə üzvləri işlənib? Qarabağdır. Hara? Xarı bülbülün vətəni. Aha, hansı cümlə üzvləri işlənib? Təbii ki, əlbəttəni buradan çıxırıq, çünki bu, deməli, köməkçi nitq hissəsi variantındadır. Xarı bülbülün vətəni mübtəda, Qarabağdır da xəbər. Mübtəda xəbər. Düzgün cavabımız olacaq D variantı.
Xarı bülbülün vətənində bilirik ki, 3-cü nöqtənin söz birləşməsində ifadə olunmuş mübtəda vəzifəsində çıxış etmiş söz birləşməsidir. 20-ci sual. Verilən nümunələrdən birində zərf işlənməyib. Aha, zərfin işlənməməsi ilə bağlı demişəm. Hər zaman da bunu qeyd etmişəm ki, yəni MIQ imtahanlarında hər zaman ya zərf işlənib, ya da zərf işlənməyib tipli nümunələri rast gəlmək mümkündür. A variantı, yenə yada düşür bizim sənəmlər, getməyin binası yenə zaman zərfidir. A variantı getdi. Söz açma mənə çox çalışıb, az yeməyəndən. Çalışmaq felinə aid olduğu üçün çox miqdar zərfidir. Burada da həmçinin. Ona görə B variantını çıxıram. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Bilir feildir, sən əvəzli idi, mən əvəzli idi, yurd, yuva, məskən hər biri isimlərdir. Ona görə də düzgün cavabımız olacaq C variantı. Burada zərf işlənməyib. Nə kaman götürək, nə tar, nə qaval. Orada nəğmə də var, nəğməkarda. Orada yer zərfidir. Bunu çıxırıq. Yalnız indi anladım. Ah, sən daha mənim üçün əlçatmaz bir çiçəksən. Bəxtiyar Vahabzadə. İndi də deməli zaman zərfidir. Düzgün cavabımız olur C variantı.